Salam uşaqlar, necəsiz? Ümidvaram ki, hər biriniz çox yaxşısınız. Deməli, biz artıq bilirik ki, buraxılış imtahanının tarixləri qeyd olunub, artıq məlumdur. Ona görə də belə bir qərara gəldim ki, keçən il keçirilmiş buraxılış imtahanının ingilis dili suallarına bir göz gəzdirək. Ətraflı baxaq, araşdıraq, görək keçən il hansı suallardan, necə tip suallardan belə deyək, istifadə olunub. Gəlin çox da vaxtımızı itirmədən 7-ci sualın izahı ilə ətraflı bir şəkildə tanış olaq. 7-ci sualı bizdən interrogative sentensi soruşur. Deməli, baxaq. How many slices of bread you eat every morning? Uşaqlar, fikir verirsinizsə burada nədən istifadə olunmayıb? Köməkçi feildən istifadə olunmayıb. Köməkçi feillər do ola bilərdi və yaxud da does ola bilərdi. Fərqi yoxdur. Bunlardan biri orada mütləq gəlməlidir. Ona görə A-nı çıxıram. B variantına da baxın, eyni məsələdir. Do, does yoxdur. Həmçinin mübtəda görürsünüz gəlib bura. Bunu da çıxdım. Baxıram. How many slices of bread you do eat? Əsas feillə köməkçi feil yan-yanaşı gəlmir. Ona görə C-də çıxdım. D variantına baxıram. How many slices of bread do you eat? Tamamilə doğrudur. Deməli, köməkçi feil, mübtəda və əsas feil yan-yanaşı gəlib tamamilə doğrudur. Y-yə baxıram. How many slices of bread eat do you? Olmaz. Çünki do eat-dən əvvəldə olmalı idi və you da eat-dən əvvələ keçməli. Deməli, düzgün cavabım olur D variantı. Ümidvaram ki, hər biriniz üçün 7-ci sualın izahı aydın oldu. Yenə də deyirəm, sualı dayandırırsınız, videonu dayandırırsınız, sualı özünüz baxırsınız, daha sonra düz və ya səhv yazdığınızı mənim izahımla müəyyənləşdirirsiniz. Keçirik 8-ci sualımızın izahına. 8-ci sualda uşaqlar müəyyən etdiniz artıq burada tense form, yəni zaman mövzusundan bir sualdır və burada həm invite id var, həm də ki ego var, keçmiş zamandadır. Keçmiş zamandadırsa biz avtomatik nə götürəcəyik? B variantı götürəcəyik. Baxırıq 9-cu sualımızın izahına. Choose the correct pair of synonyms. Sinonim də verə bilər və yaxud da yaxın mənalı sözlərin iştirakı da verə bilər. Okay? Yəni, hər türlü siz necə deyərlər, bilin ki, sizdən sinonim və yaxud da antonim soruşur. Antonim soruşsa, antonim verə bilər və yaxud da opposite meaning verə bilər. Bura close the meaning verə bilər. Okay? Tamam. Baxaq. Lazy, tənbəl, diligent, çalışqan, getdi. Fresh, old, təzə, köhnə, getdi. Tired, yorğun, exhausted, yorğun, tükənmiş, tamamilə doğrudur. B variantına baxıram. Stupid, axmaq. Brave, cəsur, xeyr. Bright, parlaq. Bura yəqin ki, dark yazmaq istəyib. Tünd mənasını verir. Deməli, bunlar da antonimdir. Uşaqlar, bunu yazmaq üçün, sinonimi, antonimi yazmaq üçün və yaxud da mətnin səhv etmirəmsə 27-ci sualıdır ki, orada iki sözün mənasını dəyiş tipində bir sual var. O sualları yazmaq üçün mütləq sizin söz bazanız yetərli bir şəkildə olmalıdır. Həmçinin esseni yazmaq üçün. Ona görə də maksimum bir aydan az vaxtımız qalıb, maksimum çalışmaq məcburiyyətindəyik. Deməli, ona baxıram, deyir, yəni buradan correct option, düzgün fikri seçməliyəm. Deməli, nə deyir mənə burada? The children painted the fence. Uşaqlar, bu the children var burada. Nədir? Cəmdədir. Deməli, mən buradan themselves qayıdış əvəzliyini götürməliyəm. İsim cəmdirsə, cəm əvəzlik götürəcəm, təkdirsə, tək götürəcəm. Və yaxud da mənə belə də verə bilər. Tutalım, necə versin? Deməli, Şəms versin. Şəmsin adı da. Vergül versin. Neyniyəsən? Vergül var burada. Xitab var. Sən burada yourself götürəcəksən. Və yaxud da children versin. Burada bir dənə belə vergül olsaydı, sən avtomatik yourself və yaxud da yourselves götürəcəkdin. Belə olan halda yourselves götürməliydin. Çünki mübtəda nədir? Cəmdədir. Baxıram 11-ci sualın izahına. 11-ci sualda bizdən singularla, yəni tək isimləri soruşur. Baxaq. Umbrella, monkeys. Monkeys nədir? Burada cəmdədir, ona görə çıxdım. Meal, flour. Tamamilə doğrudur, hələ ki saxlayıram. Window, glasses. S cəmdədir, çıxdım. Balls cəmdədir, çıxdım. Tools cəmdədir, çıxdım. Uşaqlar, bəzi şagirdlərimizə çaşdıran sözlər var. Məsələn,
News sözü var. Mənası xəbər deməkdir. Aha. Bu söz təkdədir. Bəzi şagirdlərimiz sonunda olan sıraya görə buna cəm deyir, lakin bu təkdədir. Yəni çaşmayın. Qayda dəftərinizi mütləq və mütləq yanınızda tutun. Bilmədiyiniz sualları, bilmədiyiniz sözləri avtomatik qeyd edin ora, mütləq. Deməli, bizim düzgün cavabımız oldu burada C variantı. Ümidvaram ki, hər biriniz düz yazmısınız bura kimi. Baxıram 12-ci sualıma. 12-ci sualda məndən exclamatory sentence soruşur. Biz bilirik ki, exclamatory sentence'in əsasları what və who ilə neynir, başlayır, düzəlir. Deməli, what, an article, clever, sifət, dog, isim, it, is, əvəzlik və sonda da xəbər gəlib. Deməli, bunun qoyuluşu tamamilə doğrudur. İsim təkdədir, qarşısında artiklı işlənib. Clever burada nədir? Samitdir. Qarşısında artiklı, yəni sait işlənib. Tamamilə doğrudur. Biri götürdüm. Deməli, növbəti. What clever dogs are they? Uşaqlar, mən nə dedim? Xəbər sonda işlənməlidir. Ona görə bu yanlışdır. 2-ni çıxdım. Nə edirəm? Avtomatik variantım azalsın deyə çıxıram. Baxıram 3-ə. How the clever do it is. Uşaqlar, biz bilirik ki, how-la D heç bir zaman yan-yanaşı gələ bilməz. D gəlib, bax, tam-tamına burada işlənməli idi. Yəni, bir-birlərinə necədir, düşməndirlər də, yan-yana işlənə bilmirlər. Ona görə 3-ü də çıxıram, çıxdım. Baxıram 4-cümə. How clever, baxın, the dogs are tamamilə quruluş və qoyuluş doğrudur. Ona görə düzgün cavabım olur D variantı. Təbii ki, 5-i də araşdırırıq. How dogs clever they are. Uşaqlar, fikir verirsinizsə, burada yanlış olan nədir? How plus sifət plus D plus isim plus pronoun and verb, yəni xəbər, feil gəlməlidir. Ona görə bunun qoyuluşu səhvdir. Deməli, mənim düzgün cavabım oldu D variantı. Ümid edirəm ki, hər biriniz üçün doğru oldu. Keçirəm 13-cü sualıma. Deməli, 13-cü sualda məndən nə soruşdu? 13-cü suala fikir verirsinizsə, make-updır. Düzgün cümləni qurmalıyıq. Deməli, gəlin baxaq. Mən uşaqlar, belə olan tipləri necə deyirəm uşaqlara və yaxud da özüm sınaq yazanda necə edirəm? Əvvəlcə sondan başlayıram. Görürəm ki, məsələn, şəxs əvəzlikləri sonda işlənə bilməz və yaxud da mübtəda gəlib sonda işlənə bilməz və ya zaman gəlib sonda işlənə bilməz. Zaman deyəndə hansı zamanı nəzərdə tutura bilirsiniz? Məsələn, burada işlənən when, sonda işlənə bilməz. Bunları nəzərdə tuturam. Yəni, swap'da yəqin ki, bilirsiniz, amma hər ehtimal qısaca məlumat verəcəm. S-V-O-P-T. Deməli, S subject, V verb, O object, yəni ki, tamamlıq, P place, T time. Burada mən V hərfini uşaqlar belə yazmaq sevirəm deyə, əsasən W ilə qeyd edirəm. Amma bəzi uşaqlar çaşa bilər deyə mən bu səhvimi nə etməliyəm, düzəltməliyəm. S-V-O-P-T. Verb, fail. Aydındırmı? Əla. Deməli, gəlin sualımıza baxaq. Deməli, make up a sentence. Deməli, baxdım. Sonra A variantına baxıram 8. To the hotel. Hara? Otelə. Deməli, doğru. Hələ ki 8 düzdür. Baxıram 1-ə. In Brington. Yəni, hara ərazi kimi in Brington, Brington'da ola bilər. Hələ ki saxlayıram. B-yə baxıram. Biz dedik ki, when zaman son işlənə bilmir. D-yə baxıram. In Brington hələ ki doğrudur. Deməli, gördünüzsə, bir variantım azaldı. İmtahanda artıq biraz da olsa rahatam. Keçirəm ikinci tərəfinə. 5-8. Deməli, Mr. Red 1. In Brington. Mübtəda necə gəlib? Bu place-in yerində işlənə bilər, məkan mənalı sözün yanında işlənə bilər. Biz bilirik ki, mübtəda plus xəbər gəlməlidir. Ona görə nə edirəm? Avtomatik 5-i də çıxıram. Bir variantım da azaldı. Keçirəm C-yə. 2-1. He in Brington. He də mübtədadır. Necə gələ bilər? Gələ bilməz. Ona görə bunu da çıxıram. Daha sonra baxıram E-yə. 3. A taxi in Brington. Bəli, taksinin Bringtona gedirsən. Tamamlıq plus place, yəni məkan. Düzdür. Baxıram buradakı 3-ə. A taxi
in Brighton. Aha, bu da hələ ki doğrudur. Mən səhv dedim. A taxi to the hotel deməliydim. Aha, bu da doğrudur, bu da doğrudur. Saxlayıram hələ ki hər ikisində. Növbəti. Artıq 2 dənə hissəsini tamamladıq. 2 dənə hissəni tamamladıqdan sonra keçirsiniz baş hissəyə. Çünki artıq əvvəlini gətirmək biraz insan üçün çətin olur. Çünki qurursan bir də 2, 1, 3, 4, 1, 2, 3, 4 və s. belə. İmtahanda bizim üçün vaxt lazımdır. Aydındırmı? Baxıram cümlənin növbənin 6. 6 nə deyir? When. Daha sonra. Mr. Red. Belə olanlar zaman məzmunu bildirən əvəzliklər. Daha çox cümlənin əvvəlində işlənir. Elə bil ki, sual məzmununu bildirir və ya vaxt məzmununu bildirir. Yəni 2 burada işlənə bilməz, çünki sən 6-nı gətirib 7-nin əvvəlinə qoya bilmərsən. Çünki when cümlənin hər zaman və hər zaman əvvəlində işlənmə məcburiyyətindədir. Ona görə düzgün cavabım oldu Y variantı. Ümid edirəm ki, make-up yaza bilməyən uşaqlar üçün bu tiyonun faydası oldu. Baxıram 14-cü sualımın izahına. 14-cü sualda uşaqlar. Biz burada nə görürük? Masfijo istisna olan dağların içərisindədir və qarşısında heç bir zaman artikel işləmir. Bütün kursların saldığı, necə deyərlər, ifadələrdən, birləşmələrdən biridir. Hədəf salır, uğur salır, Kaspi salır, hamısı salır. Və uşaqların 90% necə deyərlər, gedib imенно bunun qarşısına Z artiklı yazırlar. Amma olmamalıdır. Deməli, B-ni də çıxdım. D, Y, S doğrudur. Deməli, növbəti hissəmə keçirəm. Island. On var burada. On the island of Honshu. Deməli, Y variantında çıxdım. Highest mountain. Est var. Üstünlük dərəcəni nə eləməliyəm? Avtomatik D artiklı götürməliyəm. Əla. Deməli, düzgün cavabım oldu C variantı. Ümid edirəm ki, artikeldə bir probleminiz yoxdur. Keçirəm 15-ci sualımı. Deməli, choose the correct option, düzgün seçimi seçmək məcburiyyətindəyəm. Deməli, uşaqlar, mən burada nə görürəm? Burada mənə müəyyən feillər verilib. Biri inkili, biri tulu, biri gələcək zaman, biri indiki davam edici. Deməli, mən bu feillərə baxdığım zaman bu sualın kompleks object mövzusundan olduğunu müəyyənləşdirirəm. Ask var. Neçənci qrup feildir ask? Deyin görüm. 3-cü qrup feil. 3-cü qrup feillər tulu istəyir. Tamamilə doğrudur. Deməli, mənim düzgün cavabım olur B variantı. Uşaqlar, bunlar konkret əzbər feillərdir. Ümid edirəm ki, yəni bu vaxta qədər hər birini öyrənmisiniz. Yəni mən özü hazırlaşan uşaqlar da, maddi imkanı olmayan uşaqlar da başa düşürəm. Ümid edirəm ki, onlar da YouTube-da olan belə izahlardan faydalanırlar. İnşallah ki, yüksək nəticə əldə edərlər. Keçirik 16-cı suala. Sizə yenə yəni saniyəlik bir vaxt verin. Videonu dayandırırsınız, özünüz tapırsınız, daha sonra mənim izahımı dinləyirsiniz. Deməli 16-cı sualda cümləyə baxıram. Bu pad nədir? Pad 3 forması da eyni olan feillərdən biridir. Təbii ki, qaydasız feildir. Pad, pad, pad. Əgər he 3-cü şəxsdə bu s qəbul etməyibsə, deməli keçmiş zamanda hesab olunur. Bəzi uşaqlar bilirəm ki, yəni bu qaydadan xəbərsizdirlər. Ümid edirəm ki, bu izahdan sonra sizə tamamilə aydın oldu. Yəni fikirləşin, 3 forması da eyni olan feillər əgər hidə, şidə, itdə s və yaxud da es qəbul etməyiblərsə, həmin feillər keçmiş zamandadır. Əla. Baxıram birə. Deməli, cümləm təsdiqdədir. Deməli, mən burada soruş edə bilərəm. Dedim ki, əgər is qəbul etməyimsə, keçmiş zamandadır, did də doğrudur. Deməli, biri götürdüm. Bir olmayanları atıram. Əla. Qaldım A və Y variantları arasında. İkinci tərəfə biz bilirik ki, so hər zaman təsdiqdə işlənir, yəni orada inkar ola bilməz. 2-nə də çıxdım. Düzgün variantım artıq göz qarşısıdır, lakin yenə də araşdırmalarımı aparıram. Mrs. Dales did too. Tamamilə doğrudur. Çünki to təsdiq cümlələrdə işlənir. Düzgün cavabım oldu variant. Əla. 4 nə üçün səhvdir? Çünki cümlə inkarda deyil. Mən nə üçün necə verməliyəm? Deməli, düzgün variantım oldu A. Ümid edirəm ki, sual sizə aydın oldu. Baxıram 17-ci suala mənə düzgün conjunction, yəni bağlayıcını seçmək tələb olunur. Gəlin tərcümə edin. Uşaqlar, bağlayıcıların əksəriyyəti tərcümədir. Ümid edirəm ki, hər birinizin yetərli söz bazası var. Əgər yoxdursa, bir ay az vaxt deyil.
çalışın, çoxlu sözlər öyrənin, inanın ki, bacaracaqsınız. Sizə gəlin əvvəlcə bir qaydalardan məlumat verin. Bəziləriniz ki, müəllimə, mənim söz bazam yoxdur, mən tərcümə edə bilmirəm, mən bağlacını necə yazım? Qaydanı əzbərlə. Sroç, asroç, gördün, at. İkisi də bir variantda ola bilməz. Əla, qaldın C, D, Y variantlar arasında artıq keçməlisən tərcüməyə. Deyir ki, I can't go with you. Mən səninlə gedə bilmərəm. Səbəbi nədir? Çünki mən məşğulam. Düzgün cavabımız D variantı. Cümlə əgər tərcümə oluna bilmirsə, sizin təxəyyülünüzdə həmin cümləni götürün, qayda dəftərinizə yazın. Hə, burada çünki işləməlidir. Mən səninlə gedə bilmirəm, çünki mən məşğulam. Keçirik 18-ci sualımızın izahına. Deməli, 18-ci sualda məndən düzgün fikri seçmək tələb olunur. This furniture very expensive. Deməli, furniture, mebel çox bahalıdır. Deməli, burada var furniture, mebel, təkdə olan bir isimdir. Təbii ki, sayılmır. Deməli, mən agreement mövzusuna bilirəm ki, tək ismə tək xəbər yaraşır. Deməli, olur Y variantı. Deyirsiniz, müəllimə, mən bilmirəm bu təkdir və yaxud da cəmdir. Neyinirsən? Bir tüyonu işə salırsan, görürsən ki, bütün variantlı olan xəbərlər hamısı cəmdir, bir dənəsi təklə avtomatik götürürsən. Və də bilirik ki, universallıdır da. Əgər seçmə şəklində versən, məsələn, 1.2.3.4 versən, sən o zaman is, will, be-ni götürə bilərsən. Aha. Baxıram 19-cu sual. Məndən düzgün modal verbi seçmək tələb olunur. Deməli, the kids get up early. They have no lesson today. Deməli, onun bugünə dərsi yoxdur. Deməli, əvvəlcə gəlin qaydaya əsaslı cümlələrə baxaq. 3-ə görürəm ki, bunun to-su yoxdur. Have to olmalı. Təbii uşaqlar, əvvəlcə cümləyə fikir verin, görün orada to bir yerdə gizlənməyib. Tamam mı? 3-ü atdım. Atdım. Qalıram 19-da B və Y variantları arasında. Baxıram. Deməli, əgər uşağın ümumiyyətlə bugünə tapşırığı yoxdursa, o neyini erkən oyanmamalıdır, erkən getməməlidir. Deməli, burada 5 ilə çıxıram. Düzgün cavabım olur B variantı. Ümid edirəm ki, hər biriniz üçün aydın olduqsa izah. Keçək 19 izah etdiyimə görə 20-ci suala. Məndən choose the correct preposition for both sentence. Hər iki cümlə üçün uyğun olan preposition soruşur, yəni sözünü. Sözünü uşaqlar bildirim ki, əzbərdir. Əgər sözünü bir dəfə qoyub qarşınıza hansı qayda kitabınız varsa, oradan səlis bir şəkildə qəşəng, yüksək səslə öyrənsəniz, ümid edirəm ki, testlərini işləyəndə heç bir problem yaşamayacaqsınız. Deməli, burada sizə belə bir də tüyo verim. Əgər birinciyə hansı uyğun gəlirsə, avtomatik bu ikinciyə də uyğun gələcək. Good for deyə bilmirəm, good in deyə bilmirəm, good on, good by olmur. Good at, bad at-lə işlənir. Deməli, mənim düzgün cavabım olur C. Əla, bu qədər sayda, bu qədər bəsit. Əgər bu birləşməni, bu ifadəni bilmirsiniz, avtomatik olaraq yazın. Hard at his English. Keçək 21-ci sualın izahına. 21-ci sualda bizdən choose the correct passive voice version of the sentence. Düzgün, məchul növdə olan cümləni seçmək tələb olunur. Baxıram cümləyə. When did they take the entrance exams? Cümlə nədir? Keçmiş zamandadır. Əgər cümlə keçmiş zamandadırsa, mən orada was və yaxud da were axtarmalıyam. Baxıram. When were the entrance exams been? Were, be-lə işlənmir. Atdım. A variantına səhv, B-nin işlənməyi idi. B variantına baxıram. When were taken the entrance exams? Aha. B variantı. B variantı uşaqlar nə üçün səhvdir? B variantında düzdür. Were taken, yəni were plus participle gəlib, amma taken bundan ayrılmalıydı. Yanaşı işlənə bilməzlər. Deməli, when plus xəbər plus tamamlıq plus bunun participle to-su işlənməlidir. Yəni cümlənin ardıcıllığı, düsturun ardıcıllığı belə olmalıdır. C variantının səhvinə baxıram. Deməli, burada nə olub? Mübtəda qalıb yerində. Bunu çıxmalıyam. Çünki məchul növdə mübtəda özü obyekt formada gəlməli. Yəni, them olsaydı düzgün götürərdi. Təbii ki, by them olsaydı o zaman düzgün olardı. C də buna görə yanlışdır. Biraz, necə deyirlər, ətraf səliqəsiz oldu. Fikrinizi dağıtmasın. Aha, C variantında çıxdım. Deyə görə
Baxıram D variantına. D variantı when the entrance exams were taken. Dedi ki, yanaşı işlənə bilməzlər. Həmçinin were gəlib burada olmalıydı. Ona görə çıxdım. Y variantı when were the entrance exams taken. Tamamilə doğrudur. Deməli, düzgün cavabım oldu mənim Y variantı. Ümid edirəm ki, məşğul növdə heç bir probleminiz yoxdur. Keçirəm 22-ci sualın izahına. 22-ci sualdan, deməli, bir saniyəlik saxladım. Videonu dayandırırsınız, özünüz izah edirsiniz, daha sonra mənim izahımı dinləyirsiniz. Burada deməli, uşaqlar, məndən düzgün cümləni seçmək tələb olunur və fikir verirsinizsə, bu adjektiv bölməsidir. Zən varsa, zən müqayisə dərəcəsinin ən məşhur açarlarından biridir. Zən varsa, mən müqayisə dərəcəsi götürəcəm. More-la er biz bilirik ki, yan-yanaşı gəlmir. Most tells də gərək burada D artiklı olardı, həmçə ki, zən var burada. Mən necə buna üstünlük dərəcənin açarlarını verim? The most tall ola bilməz, çünki üstünlük dərəcədədir. Tall adi dərəcədədir. Taller tamamilə doğrudur, çünki er qəbul edib. Tək hecallarda biz bilirik ki, er qəbul etməlidir. Çox hecallarda isə more qəbul etməlidir. Əla uşaqlar, deməli, bugünkü suallarımızın izahı bu qədər. Bəziləriniz yazmışsınız ki, müəllimə, mənə deməli, mətnlə bağlı teolar da verin, teolar öyrədin bizə, biz də mətnlərdən yüksək bal toplayaq. Mənim heç olmasa 8 sualdan 6-7 düzüm çıxsın. Mən də dedim ki, tamam uşaqlar, sizə də gələcək videolarımda mətnlə bağlı teolar verməyə çalışacağam. Deməli, bugünkü video izahımız bu qədər. Sağ olun, salamat qalın. Ümid edirəm ki, nəsə öyrənə bildiniz. Hər birinizə uğurlar arzulayıram.